Əsrimizin əsas simvollarından biri də stressdir. Stress demək olar ki, orqanizmin bütün mexanizmlərinə, bütün orqan və sistemlərinə təsir göstərir. Bunlardan ən böyük təsiri sinir sistemi ilə yanaşı həzm traktına, xüsusən mədəyə göstərir. Mədə demək olar ki, həzm sisteminin mərkəzində yer alan, sağlam insanlarda həzm sisteminin girişində, mərkəzində yer alan orqandır. Stress olduğu zaman ilk növbədə burada spastik, yəni spazm hadisələri, yığılmalar, qıcılmalar müşahidə olunur. Bu xəstə tərəfindən epiqastral nahiyədə yüngül diskomfortla bərabər şiddətli ağrılar kimi də özünü biruzə verə bilir. Bəzən isə heç bir ağrılar olmur. Mədənin selikli işısı, stres təsiri nəticəsində qan dövranı pozularaq xoraya səbəb ola bilir ki, bu hətta dərinləşərək bəzən qan axmaya və insan həyatını təhlükəyə atıran bir prosesə çevrilə bilir.